UEFA Çempionlar Liqasında play-off mərhələsinə vəsiqə qazanan Qarabağ bu nəticəyə görə 1 milyon avro, təxminən 2 milyon 35 min manat əldə edib. Ağdamlılar Liverpula 0-6 hesabı ilə uduzmasına baxmayaraq büdcəsini zənginləşdirə bilib. Qeyd edək ki, bundan öncə Qarabağ nəticələrə görə 30 milyon 770 min avro, yəni təxminən 61 milyon 400 min manat qazanmışdı. Hazırda bu məbləğ 31 milyon 770 min avroya çatıb. Play-off mərhələsinə vəsiqəni təmin edən Qarabağ klubu Bakıya qayıdıb. Ağdam klubunu Heydər Əliyev adına beynəlxalq hava limanında çox sayda azarkeş və media nümayəndələri qarşılayıb. Yəni illər boyu çox əziyyət çəkmişdik klub olaraq və ikinci dəfə idi Çempionlar Liqasının qrup mərhələsindəydik və bu il oyunların sayı daha çox oldu. Əlbəttə ki, əvvəlcədən fikirləşirdik ki, ancaq qrup mərhələsinə düşsək bəs eləyər. Amma sonradan biraz işimiz elə gətirdi ki, və bugün 22-ci komanda olduq. Və əlbəttə ki, bu Azərbaycan futbolu üçün, həm də öz klub olaraq bizim üçün çox böyük uğur, çox böyük nailiyyətdir və futbolçularımı, xalqımızı təbrik edirəm. Ümumi əlbəttə ki, play-offa vəsiqə qazandığımız üçün şadıq. Bununla baxmayaraq, dünən ki, məğlubiyyətində biraz təəssüfün keçirdirik. Ümumi götürsək, bizim üçün yaxşı bir Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik və bu Liverpool oyunu bizim üçün yaxşı bir dərs olacaq deyə düşünürəm. Bu oyunun xeyrini gələcəkdə görəcəyik.